Salam, ümid edirəm işləriniz qaydasındadır. Bugün 17 yanvar 2026-cı il. Saat tam 10-dur və məkan olaraq Luntega meşələrindəyəm. Tam olaraq adı yadımdan çıxıb. Ona görə səsləndirəməyəcəm. Biraz xəstəyəm, ona görə üzr hesab eləyin. Bugün danışacağım mövzu həyatı yaşamaq barəsində olacaq. Həyatı yaşamaq. Normalda həmişə bir mövzu haqqında danışanda onun haqqında çoxlu düşünürəm, yazıram və yaxud da özümə suallar verirəm. Amma bu gün elə olmayacaq. Çünki sadəcə bir vərəqə yazdım və bunun haqqında heç fikirləşmədim də, heç düşünmədim də. Heç öz-özümə danışmadım belə. Çünki elə vaxt olur ki, bir şey haqqında fikirləşəndə otururam özüm üçün, öz-özümə danışıram. Nədir, nə deyil deyə, necə daha yaxşı izah edə bilərəm, necə özümü daha yaxşı ifadə edə bilərəm deyə və yaxud necə anlamışam deyə. Deməli, belə daha yaxşıdır. Həyatı yaşamaq. Həyatı yaşamaq məncə biz insanlar olaraq nəyəsə bağlayırıq, amma məncə bağlamalı olduğumuz ayda cüyürlər keçir, çox gözəldir. Mən görsənicə görsənməyəcək. Çox gözəldir. Ceyranlar keçdi. Amma mənə baxır. Gəl, gəl. Qaçdı. Oha. Keçir, keçir, keçir. Oyna, getdilər. Çox gözəl idi. Düzəldim. Sonra okey, həyatı yaşamaqda qalmışdıq. Həyatı yaşamaq elə səbəbi biri bu oldu. Həqiqətən də anı yaşamaqdır. Yəni elə bir video çəkirdim burada və burada mənim yanımdan keçən cüyürlər və yanımdan keçən pitbull şu anda yəni tərəfə binməyə çalışıram götürüm qorxusundan. Bu pitbull kimindir? Gəlin götürün burada, xahiş edirəm. Okey. Həyatı yaşamaq. Həyatı yaşamaq anı yaşamaqdır və ana buraxmaqdır və məncə hadisələri qəbullanmaqdır və hadisələrə uyum sağlamaqdır və hadisələri həqiqətən düzgün şəkildə yönətməkdir, düzgün şəkildə baxmaqdır. Yəni və bəzən də özümüzə sərt davranmalı və bəzən isə özümüzə qıraqdan baxmağı bacarmalıyıq. Həyatı yaşamaq deyəndə, qəbullanmaq deyəndə həqiqətən insanın başına çox böyük problemlər, çox böyük işlər, çox böyük xəstəliklər gələ bilir. Yəni gəlir də, bu hamımızın başına gəlir. Biz bunu başımıza gələrkən nə qədər biz bunu özümüzə sıxıb saxlayırıqsa, nə qədər özümüzə dərd eləyiriksə, bu o qədər bizə daha mənfi təsir eləyir. Onun üçün qəbullanmaq deyirəm. Çünki həqiqətən qəbullanmaq bu həyatda çox şeyi sağaldır. Mən elə fikirləşirəm. Başımıza bir hadisə gələndə hər dəfə o hadisəni pisləməkdənsə, hər dəfə şəraiti pisləməkdənsə, başıma gələn hadisəni qəbullanıb sadəcə bir qırağa çəkilib və bunu anlayıb və bunu baş düşmək lazımdır. Mənim fikrim də budur. Həyatı yaşamaq, həyatı almamaq. Və bəli, harada qalmışdım? Bayaq deyirdim ki, normalda əsasən çox vaxt yazıram, danışıram, özümə danışıram falan filan, özümə suallar verirəm. İndi isə sadəcə bilən belə yazmışam, həyatı anlamaq. Çünki axışa buraxmaq üçün. Çünki həyatı anlamağın bir yeri də, yəni bir mövzusu da axışa buraxmaqdır. Və axışına buraxmaq dedikdə isə bəzən həyatı həqiqətən yaşamırıq, nə cəhətdən yaşamırıq. Bir yerə gedirik, məsəl üçün də, o qədər indiki dövrün ən böyük problemlərindən biri odur. Mən demirəm, mən bundan azadam. Mən demirəm, ən mükəmməliyəm. Amma gördüklərimi deyirəm. Bir yerə gedirik, yəni o qədər şey çəkdiririk ki, yəni o həminki o anı qaçırırıq, həminki o günəşin anını, həminki o istiliyi, həminki o havanı, həminki o gözəlliyi qaçırırıq. Yəni o qədər şəkil çəkirik, o qədər video çəkirik ki, həminki o gözəl anı qaçırırıq. Yəni anı qaçırırıq hətta.
Yəni nədir biz hansı sosial şəbəkədə bir an paylaşacağıq deyə həminki halda, həminki anda görməli olduğun və baxmalı olduğun ana qaçırırıq. Mənim fikrimcə bu da bir nüansdır. Həyatı daha yaxşı yaşamaq və anlamaq üçün. Sözün açığı, mən sosial şəbəkəm indi qədər hamısı bağlı idi. Ancaq yaxınlar, yaxın adamlar, yaxın deyərkən yaxın tanışlar, ailəm və bir iki dənə qohumlar var idi. Amma indi sözün açığı bu videonu, belə videolar çəkməyə başlayanda mənə həqiqətən motivasiya edən adamlar da oldu, motivasiya eləməyən adamlar da oldu. Motivasiya eləyən adamlar yaxınlarımdan da oldu və qıraqdan da oldu. Bu həqiqətən çox sevindirici bir haldır ki, mən tanımadığım bir xanım mənə yazmışdı ki, bəs sizin videonuz qabağımıza çıxdı, belə-belə müəyyən qədər müzakirə edik onun mövzunu Instagramda. Həqiqətən çox gözəl oldu. Ən azından bir insanın həyatına bir nəsə toxundurmuşamsa, hər hansı bir sözümlə, hər hansı bir davranışımla, hər hansı bir hərəkətimlə, bunun məncə özü də böyük bir şeydir. Və yaxınlarımdan da mənə köstəkləyən oldu. Dəstək və köstək söhbəti var. Yaxınlarımdan deyərkən, ən yaxınlarımdan yox, tanışlarımdan dedi, Rasim bu nədir, bu nə mövzulardır? Rasim sən danışanda nə bilim, lap yaşamağım gəlmir, belə elə. Çünki mənim biraz nihilist tərəfim də var, bəlkə ona görə. Dəstəkləyən də oldu, köstəkləyən də oldu. Hamısı təşəkkür edirəm. Dəstəkləyənə də, dəstəklənməyənə də, köstəkləyənə də. Çünki bu həyat mənimdir. Yəni bu həyatı mən yaşamalıyam. Siz qıraqdakı insanların düşüncə tərzinə görə yaşamalı deyilik və yaxud da yaşamayacağam. İndiyə qədər yaşamamışam. Şükür Allaha, indi də yaşamayacağam. Halbuki bu söhbəti evdəkilər və yaxud cəmiyyət tərəfindən həmişə eşidirəm. Evdəkilər dediyin, yəni ailən tərəfindən. Məsələn, bir hərəkət edirsən və yaxud hər hansı bir düzüm edirsən, hər hansı bir dizayn edirsən, hər hansı bir paltarında, geyimində, danışığında, əl hərəkətlərində. Bu ən birinci ailən tərəfindən biraz bir şey qarşılanır. Çünki sən onlara tam əks çıxırsan. Yəni onlar tərəfindən tam olaraq yaxşı qarşılanmırsan. Yəni tam olaraq yaxşı qarşılanmırsan deyərkən, yəni biraz belə baxırlar, amma okey. Amma bu da bir problem deyil. Çünki həyat sənindir, həyat mənimdir. Yaşadığımız həyat həqiqətən biz böyük ehtimal ki, bir dəfə yaşayacağıq. Bunu böyük ehtimal ki, deyirəm. Çünki obsi dünyanın olub-olmayacağı, yəni çox böyük sual altındadır. Hətta ən belə dindar insan belə %100 bilmir. Düzdür, dinin özü inan məsələsidir. İnanır ki, dini var, amma o başqa bir mövzudur. Yəni, indiki nəfəs alırıq, indi yaşayırıq, indiki günəşə baxıram, indiki ağaçlara baxıram, indiki bu quşların səsini eşidirəm. Həqiqətən indi yaşayıram. Amma gələcəkdə nə olacaq tam dəqiq bilmirəm. Buna görə anı yaşamaq məncə çox önəmlidir. Və mənə elə gəlir ki, düzdür, əvvəl mən də müəyyən hansı bir dinə sahib idim, amma mənə elə gəlir ki, dinlər insanları hər bir dinə aid deyil əlbəttə ki. Dinlərin mən demirəm, hamısı pisdir, yaxşıdır. İnsan öz seçimidir, insan öz həyatıdır. Kim nə istəyir yaşasın, kim nə istəyir, hansı dinə istəyir inansın, istəyir nə bir spageti tanrısı var, ona inanır birisi. Yəni, amma məncə dinlərin bir çoxusu bizi bu həyatdan qoparır. Bu həyatdan qoparır deyərkən, yəni, bu qədər gözəllik olarkən dünyada, əlbəttə ki, dünyada gözəlliklə bərabər, dünyada çirkəfliklər də var, dünyada müharibə də var, dünyada ölüm də var, dünyada çox qəddar hadisələr də var, amma bir tərəfdən gözəllik də var. Bu qədər gözəllik olarkən, nəyə görə anı yaşamamalı deyiləm? Nəyə görə ancaq o pis dünyanı fikirləşməliyəm? Nəyə görə ancaq, mən bunu eləsəm, bu pis bir hərəkətdir. Mən o dünyada yanacam, məsəl üçün deyirəm. Və yaxud da ki, köhnə vikinglərin cənnət anlayışı isə şey olub, istəyir olub. İndiki, deyək ki, müəyyən dinlərin cənnət anlayışı isə sərin yer olmasıdır. Yəni, o coğrafiyaya görə dəyişir. Bu tamam bir başqa mövzudur. Və mən bunu danışanda ətrafımdan, dostumdan, tanışımdan, okey, müəyyən dindar tərəfindən çox belə pis qarşılarım. Bu da normaldır, onların öz həyatıdır. Hər bir insanda öz fikrini məncə savunmalıdır. Yəni, savunmalı deyərkən müdafiə eləməlidir. Yəni, nəyə görə indiki anı yaşamaqdansa gələcəyi fikirləşirik və yaxud da keçmişə bağlı qalırıq sözün əsl mənasında. Keçmişdə mənim başıma çox şey gəlib. Keçmişdə
Amma bu keçmişdə qalıb. Yəni keçmişi indiki dövrümüzdə gətirsək yaşaya bilmərik, amma gələcəyi isə çox fikirləşə bilsək də yaşaya bilmərik. Bu mənim fikrimcə bu belədir. Keçmişi indiki dövrə gətirmək lazım deyil, gələcəyi isə çox fikirləşmək lazım deyil. Mənim fikrim budur. Çünki o gələcəkdə sənin olub olmayacağın bəlli deyil. Yəni keçdik Rasimin Nilis tərəfinə. Amma keçmişdə isə artıq olanlar olub, başına gələnlər gəlib, bunu qəbullanmaq və buna uyğun yaşamaq lazımdır. Və bunu dərk edib yaşamaq lazımdır. Və keçmişdə olan hadisələr məncə çox gözəl bir şeydir. Ən belə baş verən mənfi hadisə belə sənə bir şeylər öyrədə bilir. Bir söz var, deyir, axmaq adam elədiyi səhvi bir daha eləyir. Deyir, ağıllı adam başqalarının ağıllı adam etdiyi səhvi ikinci dəfə etmir. Deyir, müdrik adam isə odur ki, başqalarının səhvinə baxıb o səhvləri təkrarlamır. Bu həyatı yaşamaq üçün də yəni məncə çox önəmlidir. Çünki günümüz boyu hər gün və mən və yaxud sizlər səhvlər edirik. Bu keçmişimizə də bağlı, amma keçmişə o qədər tutulub qalırıq ki, keçmişimizə. Yəni deyirik ki, söhbət dünya dağıldı, dünya xırı. Amma bu həyatdan yəni yüzlərlə Rasim, yüzlərlə nə bilim Fərid, yüzlərlə Cavid, yüzlərlə Faril, yüzlərlə digərləri, yüzlərlə Nəcibə, digərlər gəlib keçəcək. Yəni özünü bu qədər özünü önəmsəməlisən, özünə bir məna qoymalısan, 100% qoymalısan ki, həyatı yaşaya bilməzsən mənasız. Amma bu qədər insanlar gəlib keçəcək, yəni sənin həyata qatdığın, dünyaya qatdığın dəyər nədir? Söhbət məncə ondan gedir. Çünki mənim üçün işlətdiyim bəzi sözlərin bir çoxsu bəzi filosoflara aid idi. Yəni onlar görün, neçənci əsrdə yaşamış filosoflar var, Aristotel var, Sokrates var. Onların yəni sözləri indi də istifadə olunur. Çünki onlar həqiqətən ola bilər fiziksel cəhətdən ölüblər, amma beyinlərdə, ağıllarda və ya kitablarda və ruhlarda yaşayırlar. Məncə onlar insanlığa və özlərinə böyük bir şey qatıblar. Amma sıradan bir insan deyərkən də aşağılamaq istəmirəm kimsə. Mən də özüm kimləsə üstün və ya əksik görmürəm. Amma ortalama bir insan tipi deyək, mən özüm ortalama insan tiplərindən görürəm. O qədər özümü yüksək səviyyə bir insan görmürəm, özümü müdrik görmürəm, hesab eləmirəm. Heç vaxt hesab eləməyəsən. Çünki nə vaxt ki, özünü müdrik, ağıllı hesab eləsən, o vaxt həqiqətən ən ağılsız insansan, həminki an. Yəni, kibrə qapılmaq söhbəti var. Yəni, onlar yəni gəlib gedirsən dünyadan. Bir şey qatmısanmı? Həqiqətən, bir davranışın ola bilər, bir hərəkətin ola bilər, bir yaxşı bir əməlin ola bilər, bir vicdanlı əməlin ola bilər və yaxud digər bir hadisələr ola bilər. Kimsə sözünlə və yaxud da ki, mən demirəm, hər hansı bir sözünlə, hər hansı bir hərəkətinlə, hər hansı bir əməlinlə bir dünyaya bir şey qatmısanmı? Söhbət məncə odur. Yaxşı da ola bilər, pis ola bilər. Mən demirəm, o belə baxanda Hitler də bir şey qatıb dünyaya. Okey, Hitlerin pis qatdığı şeylər də var, amma müəyyən yaxşı qatdığı şeylər də var. İndi hamı deyəcək ki, yaxşı qatdığı şeylər nədir? Onları sonra danışa bilərik. Düzdür, faşist olub, düzdür, nə qədər insanı öldürüb. Yaxşı qatdığı şey demək olar ki, sıfıra bərabərdir. Amma onun da həqiqətən verdiyi töhfələr var texnologiyaya və indiki texnologiyalara demək olar, indiki silahlara, bəzilərinə. Düzdür, silahlar yaxşı bir şey deyilmi? Xeyr, yaxşı bir şey deyil. Amma silah da insana lazımdır özünü qorumaq üçün. Yəni onun dövründə texnologiya, yəni Alman texnologiyası daha çox inkişaf elədi. Alman texnologiyası inkişaf edir. Alman texnologiyası deyərkən, Alman texnologiyası inkişaf edirsə, bu velosiped də inkişaf edir. Bu, hər hansı bir silah da inkişaf edir, hər hansı bir tank da inkişaf edir, hər hansı bir, necə deyim sizə, maşın da inkişaf edir. Yəni, texnologiya ümumi olaraq mən nəzərdə tuturam. Çünki onları pushlayırdı, yəni ingilislər demişkən. Okey, Hitler yaxşı mı birisi olub? Yox. Mən bütün böyük bu sərkərdələri falan filan, nə bilim, yəni, mənə görə qatildirlər. Yəni, amma qatil olmaqlarına baxmayaraq, müəyyən insana töhfələr də olub, insanlığa töhfələr də olub. Əlbəttə ki, mən demirəm, yahudilərə qarşı öldürüb. Əlbəttə ki, yahudilərə qarşı soyqırım eləyib. Onu da, o tərəfi də bilirəm, amma mən söhbətə obyektiv baxmağa çalışıram. Və yaxud da digər insanlar olsun, söhbət Hitlerdən getmir, söhbət digər başqa insanlardan olsun, xüsusilə böyük adlandırır sərkərdilər. Mən həminki insanları çox böyük adlandırmıram, çünki minlərlə, milyonlarla insanların həyatına qıyıblar. Məsələn, adlandırırlar ki, böyük İskəndər belə, Napolyon belə. Napolyonun səhvi ucubatından milyonlarla insan ölüb.
okey, böyükdür. Mən bu dəqiqə onu yargılaya bilərəmmi və yaxud da onun haqqında danışa bilərəmmi? Onun IQ səviyyəm varmı? Yəni onun qədər yox, onu da bilirəm. Amma belə dəqiq oturub baxanda, yəni düzdür, insanlara bir şey qatıblar. Amma insanın bir çox hissəsində məhv ediblər. Bu qədər. Bugünlük bu qədər. Özünüzə yaxşı baxın. Həyatınıza fikir verin. Həyatı yaşamağa çalışın. Və anı yaşamağa çalışın və qıraqdakı insanların fikirlərinə çox fikir verməyin. Çünki böyük ehtimal ki, 100 il sonra sizin həyatınız barədə, sizin danışıq tərziniz, sizin paltarınız, sizin görüşünüz, xarici görkəminiz olsun və yaxud da sizə verdiyi mənfi enerjilər və yaxud mənfi sözlər onlarla bərabər yox olacaq. Böyük ehtimal ki, siz də yox olacaqsınız. Söhbət burada yox olmaqdan getmir. Söhbət yox olandan sonra sən bu həyatda nə qoymağından gedir. Bir şey qoysan da olar, qoymasın da olar. Bu insan öz vicdanından və insan öz seçimindən asılıdır. Amma demək istədiyim odur ki, həyatımızı yaşamaq lazımdır. İnsanlara çox fikir vermək lazım deyil. Və anı yaşamaq lazımdır. Necə ki, videonun başlanğıcında oldu. Gözləməzdim ceyranlara, amma oldu. Ondan sonra da 2 dəqiqə sonra pitbull keçdi. Qaça-qaça gəldi. Onu göstərə bilmədim, çünki tərpənmədim yerimdən. Belə, bu qədər. Özünüzə yaxşı baxın. Ümid edirəm, həyatınız istədiyiniz kimi olar.